Avropanın ən nüfuzlu nəşrlərindən biri olan Le Monde qəzeti AKP lideri Əli Kərimlinin həbsi ilə bağlı geniş bir məqalə yaydı. Əli Kərimliyə qarşı məkirli siyasi oyunlar dünya mətbuatının və dünya siyasətinin gündəmindən düşmür. Elə dünən AŞPA'nın yay sesiyasında da Əliyevin siyasi girov kimi saxladığı Əli Kərimliyə Azərbaycan təcridxanasında işgəncə verildiyi ilə bağlı xəbəri Almaniyalı deputat Frank Schwabe car çəkdi. Thank you very much that you mentioned Ali Karimli. He's in prison. Recently he gave an interview to a French TV, as I understand. The punishment from the government follows immediately. And he's tortured now, and he's in under horrible circumstances. I would like to mention Afgan Zadigov, who was extradited against the ECHR decisions in an authoritarian coalition from Georgia to Azerbaijan. Abzas Media, Radio Free Europe. Baxaq görək, Le Monde nə yazır bu proseslər barədə. Avropa Şurası Parlament Assambleyası iyunun 24-də Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi fonunda müxalif və tənqidi səslərin sistemli şəkildə susturulması praktikasından dərin təəssüf hissi keçirdiyini bildirən qətnamə qəbul edib. 68 lehinə, 8 əleyhinə səslə qəbul edilən qətnamədə Avropa Şurasının baş katibi Alem Biars Azərbaycan hakimiyyətindən Avropa İnsan Hüquqları Konvensiyasının ölkə daxili hüquq sistemi çərçivəsində necə təmin olunduğuna dair izahat tələb etmək məqsədi ilə konvensiyanın 52-ci maddəsi üzrə araşdırma proseduruna başlamağa çağırır. Bununla yanaşı, Assambleya Avropa İttifaqının mühüm qaz təchizatçılarından biri olan Azərbaycana qarşı sanksiyalar kimi məcbur edici tədbirlərin tətbiqini tələb etmir. Qətnamədə 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan hakimiyyətinin uzun illər ərzində törətdiyi çox saylı insan hüquqları pozuntuları sadalanır. Həmin il İlham Əliyev keçmiş DTK, BQB generalı olan atası Heydər Əliyevi hakimiyyətdə əvəz etmişdi. Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda ittifaqın məlumatına görə hazırda ölkədə 328 siyasi məhbus var. Sərhədsiz Reportyorlar Təşkilatının mətbuat azadlığı üzrə son dünya reytingində isə Azərbaycan 180 ölkə arasında 171-ci yerdə qərarlaşıb. AŞPA xüsusilə tanınmış hüquq müdafiəçisi və seçki müşahidəçisi 2014-cü il Václav Havel İnsan Hüquqları mükafatı laureatı Anar Məmmədlinin hələ də həbsdə saxlanılmasını və ona qarşı cinayət təqibini ciddi narahatlıqla qeyd edir. Qətnamədə jurnalistlər, blogerlər, demokratiya fəalları, müxalifət nümayəndələri, korrupsiyaya qarşı mübarizə aparan ekspertlər və hüquq müdafiəçiləri daxil olmaqla 20-yə yaxın siyasi məhbusun adı xüsusi qeyd olunur. Tədqiqatçılar İqbal Əbilov və Bəhruz Səmədova verilmiş ağır həbs cəzaları da Assambleya tərəfindən qətiyyətlə pislənilir. Deputatlar onların dövlətə xəyanət ittihamının tamamilə saxta olduğunu bildirirlər. AŞPA həmçinin Azərbaycanda həbsdə olan 9 qadın jurnalistin cinsi zorakılığa, zorlama hədələrinə və həbsxana əməkdaşları tərəfindən seksual təqiblərə məruz qalması barədə yayılan məlumatlardan dərin sarsıntı keçirdiyini bəyan edir. Siyasi məhbusların saxlanma şəraitinin ağırlaşması müxalifət lideri Əli Kərimlinin işi ilə də təsdiqlənir. 61 yaşlı Əli Kərimli 2025-ci ilin dekabrından Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır. Onun vəkilləri və ailə üzvlərinin verdiyi məlumata görə təxminən 2 həftə əvvəl Əli Kərimli ekstremizm və terror cinayətlərində ittiham olunan 2 nəfərlə eyni kameraya köçürülüb. Həmin məhbuslardan biri Türkiyədə terror ittihamı ilə 7 il həbsdə olub, daha sonra Azərbaycana ekstradisiya edilib. Vəkillərin məlumatına əsasən həmin şəxs daha əvvəl Gürcüstanda bir neçə ay psixiatriya müəssisəsində müalicə alıb. Gecələr ağır psixi böhran keçirərək saatlarla qışqırır və kameradakı digər şəxslərin yatmasına imkan vermir. Gündüzlər isə sakitləşir, psixi problemlərini etiraf edir və davranışına görə üzr istəyir. Nəticədə Əli Kərimlinin artıq 12 gündür normal yuxudan məhrum edildiyi bildirilir. Hüquq müdafiəçilərinin sözlərinə görə o ciddi psixoloji və əsəb gərginliyi yaşayır. Bundan əlavə
Dövlət Təhlükəsizliyi Xidməti ona gündəlik gəzinti hüququndan və fiziki məşqlərlə məşğul olmaq imkanından da məhrum etmək cəzası kəsib. Əli Kərimlinin yaxınları ciddi narahatlıq ifadə edərək bildirirlər ki, hər hansı gecə ona fiziki xəsarət yetirilə və sonradan məsuliyyət fiziki pozuntuları olan məhbusa və ya başqa şəxslərə aid edilə bilər. Onların fikrincə bu tədbirlərin yeganə məqsədi Əli Kərimliyə davamlı psixoloji təzyiq göstərmək və onu mənəvi cəhətdən sındırmağa çalışmaqdır. Qeyri-hökumət təşkilatlarına məsləhət xidmətləri göstərən kabinetin prezidenti Florian Iminger hesab edir ki, Əli Kərimlinin saxlanma şəraiti cəza vasitəsinə çevrilib və bu, Azərbaycanda digər siyasi məhbuslara münasibətdə də müşahidə olunan ümumi praktikanın tərkib hissəsidir. Onun sözlərinə görə Azərbaycan Avropa Şurasına üzv olan 46 ölkə arasında ən ağır həbsxana şəraitinə malik dövlətlərdən biridir. Fransada siyasi mühacirətdə yaşayan tarixçi və dissident Altay Göyüşov isə hesab edir ki, müxalifət nümayəndələrinə qarşı təzyiqlərin daha da güclənməsi hakimiyyətin artan narahatlığının göstəricisidir. Onun fikrincə, Azərbaycan cəmiyyətində hökumətə ictimai dəstək zəifləyir. O, eyni zamanda qərb hökumətlərinin insan hüquqlarının ağır şəkildə pozulmasına baxmayaraq İlham Əliyev hakimiyyətinə qarşı hələ də kifayət qədər ciddi siyasi təzyiq göstərməməsindən təəssüf hissi keçirdiyini bildirir.